Azərbaycan Yaşçılar Birliyindən hər şeyi qoparmaq istəyirlər. İldə 15 manat verməyə qıymırlar. Anar müəllim deyib, üzvlük haqqı verməlidirlər də Azərbaycan Yaşçılar Birliyinin üzvləri, bəli. Və üzvlük haqqı ödəməyənlər, Anar müəllim deyib ki, Azərbaycan Yaşçılar Birliyindən xaric ediləcəklər. Ay, unikal nöqtə-aza istinad edirəm. O da təbii ki, iqtisadiyyat nöqtə-aza istinad edib. Yenə Yazıçılar Birliyinin sədri yazıçı Anar məlumat verib. Onun sözlərinə görə 5 ildən artıq üzvlük haqqı ödəməyən şəxslər Azərbaycan Yazıçılar Birliyindən çıxarılacaqlar. Bununla bağlı sonuncu dəfə sabah rəsmi yazılı xəbərdarlıq elan olacaq. Sabah deyəndə ki, yəqin ya sabah ya birisi gün nəzərdə tutulub. Yazıçı Anar vurğulayıb ki, üzvlük haqqının 1 il, 2 il, 3 il, 4 il ərzində ödəməyənlər olmasına baxmayaraq ödəmirlər. Təşkilat hələlik yalnız 5 ildən artıq ödəyənləri xaric etmək qərarına gəlib. O, bununla yanaşı həmin şəxslərə növbəti dəfə fürsət verildiyini və fevralın 1-nədək, hələ vaxt var, ödəniş etmələri üçün imkan yaradıldığını diqqət çəkib. Onlara ödəniş etmələri üçün hələ də vaxt verir. Amma ödəməsələr, bu o deməkdir ki, onlar Azərbaycan Yazıçılar Birliyinə lazım deyil. Birdən-birə Anar müəllim necə ola bilər? Üzvlük haqqı ödəmir, 10 kitabın müəllifidir. Azərbaycan belə deyəm də xalq yazıçısıdır, xalq şairidir. Belə deyərdim titulları var da, prezidentin təqaüdçüsüdür, prezident tərəfdən ona nələrsə təyin olunub, ev verilib falan. Onu necə birdən-birə belə üzvlükdən çıxardıb atmaq olar ki, sən üzvlük haqqı ödəmirsən. Mən düşünürəm yazıçıların bir çoxunun, deyərdim elə 60% sosial durumu aşağıdır. Mən düşünürəm onların maliyyələri olsa həmən ödəyərlər. Yəni birdən-birə belə necə qərar çıxartmaq olar? Əsaslandırmaq lazımdır. Ya Anar müəllim, necə mən bu adam 20-30 ildir sizin Yazıçılar Birliyinin üzvüdür. Siz onu deyirsiniz ki, biz onu kənarlaşdıracağıq. Bilmirəm nə qədər düzdür. Azərbaycan Yazıçılar Birliyi sədri vurğulayıb ki, il ərzində yığılan üzvlük haqları, maaşları və qonorarlara təsir edə bilər. Bilmirəm, bu adam birdən-birə əsas götürürsünüz ki, üzvlük haqqını ödəməyib, ona görə işdən yəni Yazıçılar Birliyinin üzvlüyündən uzaqlaşdırıq. Bu adam cinayət törətməyib, bu adam öldürməyib, oğurluq etməyib, nə bilim, digər. Mən düşünürəm bu səbəb deyil. Biraz ədalətli olmaq lazımdır.